Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərə halogenlər və xlor bölməsindəki xlor alınması xassələri mövzusunda olan suallardan 1-dən 60-a qədər izah edəcəm inşallah. Vaxt itirmədən birinci sualdan başlayaq. 1. Xlor hansı maddə ilə reaksiyaya daxil olur? Uşaqlar, xlor azotla reaksiyaya daxil olmur. Kalium florla reaksiyaya daxil olmur. Niyə daxil olmur? Çünki flor xlordan daha qüvvətlidir. Xlor floru duzundan sıxışdırıb çıxarda bilməz. Natrium yod ilə reaksiyaya daxil olur. Çünki xlor yoddan daha qüvvətlidir. Uşaqlar, halogenlərin qüvvətlilik sırasını yazıram. Flor ən qüvvətlisidir. Daha sonra xlor, daha sonra brom, daha sonra isə yod gəlir. Yəni flor bütün halogenləri həm xloru, həm bromu, həm yodu sıxışdırıb çıxarda bilər. Xlor bromla yodu sıxışdırıb çıxarda bilər. Floru sıxışdırıb çıxarda bilməz duzundan. Brom yodu yalnız yodu sıxışdırıb çıxarda bilər. Xlorla floru duzundan sıxışdırıb çıxarda bilməz. Yodda heç bir, duzu, florun, xlorun, bromun duzundan sıxışdırıb çıxarda bilməz. Yalnız yodu sıxışdırıb çıxardarlar. Oksigenlə xlor bilirik ki, reaksiyaya daxil olmur, həmçinin karbonla da. 2. Hansı maddənin xlorla qarşılıqlı təsirindən natrium xlor almaq olar? Almaq olmaz. Yodla natrium yodidir, baxın, xlordan daha zəifdir, sıxışdırıb çıxarda bilər. Xlor natriumla reaksiyaya daxil olanda natrium xlor əmələ gətirir. C variantı qələvilərin xlorla reaksiyası. Uşaqlar, qələvilər xlorla reaksiyaya daxil olur. Özü iki şəraitdə reaksiyaya daxil olur. Gəlin bu reaksiyanı yazaq. Çünki bundan sonraki misallarda bu reaksiyalar qarşımıza çox çıxacaq. Natrium hidroksid. Əgər reaksiya adi şəraitdə gedirsə, bu zaman natrium xlor, natrium hipoxlorid, bir də su əmələ gələcək. Yox, əgər reaksiya temperaturda gedirsə, gəlin elə buradan yazaq temperatur. Bu zaman yenə natrium xlor, natrium xlorat, bir də su əmələ gəlir. Deməli, hər iki halda həm istər adi şəraitdə, həm də istər temperatur şəraitində natrium xlor əmələ gəldiyi üçün C variantı da doğru deyil. D variantına baxırıq. Natrium florla xlorun reaksiyası. Flor bilirik ki, xlordan daha qüvvətlidir. Ona görə də bu reaksiya heç getməyəcək. Həmçinin natrium bromla da xlor reaksiyaya daxil olub, bromu duzundan sıxışdırıb çıxardacaq. 3-cü, hansı maddə xlorla reaksiyaya daxil olmur? Uşaqlar, bayaq qələvlərin xlorla reaksiyasını yazdıq. Daha sonra kalium xlorla reaksiyaya daxil olur, kalium xlorid əmələ gətirir. Kalium flor xlorla reaksiyaya daxil olmaz, çünki flor xlordan daha qüvvətlidir. 4-cü sual, suyun xlorla reaksiyasına uşaqlar, baxın, reaksiyaya diqqətlə baxın. Suyun xlorla reaksiyasının nəticəsi, qələvlərin xlorla reaksiyasının nəticəsində natrium xlor O, yəni hipoxlorid, temperatur şəraitində natrium xlor, bir də natrium xlorat əmələ gəldi. Su ilə reaksiyada eyni tipdə gedir, sadəcə reaksiyadan sadəcə su çıxmır. Yəni nə H-xlor, bir də adi şəraitdə getdiyi üçün H-xlor O, yəni hipoxlorid əmələ gətirir, Y variantı. 5-ci sual, qələvlərin xlorla reaksiyasının nəticəsində baxın, kalium xlor temperatur olduğu üçün kalium xlorat əmələ gələcək, B variantı. 6-cı sual, xörək duzunun tərkibinə hansı elementlər daxildir? Xörək duzunun tərkibinə natrium və xlor daxildir. Uşaqlar, məişətdə istifadə etdiyimiz duz, xörək duzu tərkibi natrium xlordan ibarətdir. 7-ci sual, hansı qazı suda həll etdikdə məhlulundan turşu alınır? Uşaqlar, azot suda həll olunur. NH3 suda həll olur və naşatir spiritini əmələ gətirir. NH4OH, burada turşu əmələ gəlmədi. C variantda getdi. Hidrogen suda həll olunur, oksigen suda həll olunur. Yerdə qaldı sadəcə xlor. Uşaqlar, bayaq xloru suda həll elədik. Baxın, 4-cü sualda 2 turşu əmələ gəlir. H-xlor, bir də H-xlor O. Əlbəttə, temperatur, baxın, qazı həll etdikdə bizə temperaturdan danışmır. Əgər temperaturda xloru suda həll etsəydi, o zaman xlorat turşusu əmələ gələrdi. Cavab da A variantı. 8-ci sual, hansı qaz suda həll olduqda ilk anda 2 turşu alınır? Uşaqlar, xlor bildik ki, suda həll olduqda 2 turşu alınır. Gəlin, digər maddələrin də bir-bir suda həll olmalarına baxaq. Bilirik ki, hidrogen suda həll olunur. SO2 qazı suda həll olur, turşu əmələ gətirir. Çünki turşu oksididir. H2SO3 əmələ gətirir, sulfit turşusunu. Sonra karbon qazı da həmçinin turşu oksidi suda həll olduqda karbonat turşusunu əmələ gətirir. Uşaqlar, H-xlor su ilə reaksiyaya daxil olmur, suda həll olur və xlorid turşusunu, elə H-xlor, xlorid turşusunu əmələ gətirir. H-xlor bilirik ki, qazdır, suda həll etdikdə xlorid turşusunu əmələ gətirir. 9-cu sual, natrium hidroksidin xlorla reaksiyası nəticəsində natrium xlor temperaturda verildiyi üçün natrium xlorat əmələ gələcək, B variantı. Keçdik 10-cu suala. Kalium hidroksidin xlorla reaksiyası nəticəsində temperatursuz, yəni adi şəraitdədirsə, onda kalium hipoxlorid əmələ gələcək, B variantı. 11-ci sual. Maksimal oksidləşmə dərəcəsi, minimal oksidləşmə dərəcəsi.
Uşaqlar, xlor bilirik ki, halogenlər yalnız florun maksimal oksidaşma dərəcəsi 0, minimal oksidaşma dərəcəsi isə -1-dir. Digər halogenlər isə -1, -1, -3, -5, -7 oksidaşma dərəcəsi göstərə bilirlər. İndi bunu necə müəyyən edirik? Bizə elektron quruluşunu verib, düz deyil, elementin sıra nömrəsini üstdən verib. Gəlin bu sıra nömrəsinə uyğun xlorun elektron quruluşunu açaq. 1s2, 2s2, 2p6, 3s2, 3p5, p6 yox, 3d sıfırımız da var uyğun olaraq. Uşaqlar, baxın, normal halda xlor neçə oksidaşma dərəcəsi göstərir? 1s2, s orbitalı tam dolub, p orbitalını gəlin çəkək, 5 dənə elektron var deyir. Baxın, 1. Normal halda xlor müsbət 1 oksidaşma dərəcəsi göstərir. Gəlin ki, xloru həyəcanlandıraq uşaqlar. Həyəcanlandırdıqda xlorun d orbitalı da var axı. D orbitalı. Onda p orbitalımız da var. S orbitalında da 2 elektron var. Maksimum şəkildə həyəcanlandıraq. Bu zaman S öz elektronlarından birini verəcək. P də öz elektronlarından ikisini verəcək. Baxın. Bir elektron S verdi, 2 elektron da P verdi. Baxın. 7. Deməli, maksimal həyəcanlandırdığımız zaman xlor müsbət 7 oksidaşma dərəcəsi göstərir. Deməli, uşaqlar, biz əgər xlorun maksimum həyəcanlandırdığımız zaman müsbət 7 oksidaşma dərəcəsi göstərdiyini gördük. İndi xlor müsbət 7 oksidaşma dərəcəsi göstərir. Minimum neçə oksidaşma dərəcəsi göstərir? Biz deməli minimum oksidaşma dərəcəsini tapmaq üçün maksimum oksidaşma dərəcəsindən 8 çıxırdıq. Maksimum oksidaşma dərəcəsi müsbət 7-dir. Çıxılsın 8, -1. Deməli, xlor minimum -1 oksidaşma dərəcəsi göstərir. Maksimumda müsbət 7 oksidaşma dərəcəsi göstərir. Cavab da D variantı. Uşaqlar, əslində biz elektron quruluşunu açmadan da bu elementin maksimum və minimum oksidaşma dərəcələrini tapa bilərdik. Necə? Xlor neçənci qrupda yerləşir? 7-ci qrupda. Əksər elementlər, istisnalarımız var, məsələn azot. Əksər elementlər öz qrupunun nömrəsinə uyğun oksidaşma dərəcəsi, maksimum oksidaşma dərəcəsi göstərirlər. Xlor 7-ci qrupda yerləşir. 7-ci qrup əsas yarım qrup elementidir. Ona görə də maksimum müsbət 7 oksidaşma dərəcəsi göstərəcək. Yenə dedim, istisna elementlərimiz var. Ən yaxşısı imtahanda elektron quruluşunu açın, maksimum dərəcədə həyəcanlandırın ki, D orbitalımız əgər olmasaydı, onda xlor atomu heç həyəcanlanmayacaqdı. Maksimum müsbət 1 oksidaşma dərəcəsi göstərəcəkdi. Diqqətlicə elektron konfiqurasiyasına baxın. Əgər həyəcanlana bilirsə, həyəcanlandırın və maksimum oksidaşma dərəcəsini tapın. Maksimum oksidaşma dərəcəsini tapdıqdan sonra minimumu tapmaq çox asandır, çünki maksimumdan 8-i çıxırıq. Keçdik 12-ci suala. Xlor ilə reaksiyasının məhsulu. Xlor ilə reaksiyanın məhsulu X xlor 3, X xlor 2. Uşaqlar, X xlor 3, maqnezium 2 valentli, sabit 2 valentli elementdir, kalsium sabit 2 valentli elementdir, dəmir və alüminium həm 2 valentlik, həm 3 valentlik göstərir. Dəmir xlorla reaksiyada 3 valentlik göstərir, H xlorla reaksiyada 2 valentlik göstərir. Sonra deyir ki, Y maddəsi isə 2 valentlidir, alüminium 3 valentlidir, natrium 1 valentlidir, kalsium isə 2 valentlidir. Cavab Y variantı. 13-cü sual. Kalsium perxlorat və kalsium xloridin nisbi molekul kütlələrinin fərqini hesablayın. Gəlin hesablayaq uşaqlar. Kalsium perxloratın formulu necə yazılır? Kalsium xlor O4 bir valentli olduğu üçün 2 yazırıq. Kalsium xlor 2-nin formulu necə yazılır? Kalsium xlor 2. Uşaqlar, diqqətlə baxın. Hər ikisində, hər iki maddədə kalsium, 1 ədəd kalsium, 2 ədəd xlor atomu var. Tək fərq nədir bu iki maddə arasındakı? 8 dənə oksigen atomunun olması. 8 vurulsun oksigen nisbi atom kütləsi 16. 8 dəfə də 16, 128. Cavab da D variantı. Gördük uşaqlar, bu şəkildə sadə həll edilir. Bir də bütün maddələrin nisbi atom kütlələrini toplayıb ümumi molekul kütləsi tapıb elə çıxmırıq. Tək fərq gördük ki, nədir? Oksigen atomlarının sayı. Ona görə cavab 128. 14-cü sual. Alüminium xlorat və alüminium xloridin nisbi molekul kütlələrinin fərqini hesablayın. Eyni tipdə sual da, gəlin ilk öncə maddələri yazıb görək. Alüminium xlorat dedi. Alüminium xlor O3. 3 dəfə çıxılsın. Alüminium xlor 2. Uşaqlar, görürsünüz, yenə alüminium və xlor atomlarının sayı bir-birinə bərabərdir. Tək fərq oksigen atomlarının sayıdır. 9 dəfə də 16 bərabərdir 144. Cavab da D variantı. 15-ci sual. Perxlorat turşusu və xlorid turşusunun nisbi molekul kütlələrinin fərqini hesablayın. Eyni tipdə sualdır. Perxlorat turşusunun formulu necədir uşaqlar? H xlor O4. Çıxılsın xlorid turşusu, H xlor. Tək fərq oksigen atomlarının sayıdır. Uyğun olaraq 4 dəfə də 16 bərabərdir
64 B variantı. 16-cı sual. Kalium perxlorat və kalium xloridin üzüm molekul kütlələrinin fərqini hesablayın. Gəlin bunu da yazaq. Kalium perxloratın formulu kalium xlor O4 çıxılsın. Kalium xlorid. Bu da bərabərdir. Uyğun olaraq kaliumla xlorların sayı bir-birinə bərabərdir. 4 dəfə 16, 64. Y variantı. Dedim uşaqlar, yenə də bir daha söyləyirəm. Yəni, münsif molekul kütlələrini də tapıb bir-birindən çıxa bilərsiniz. Daha asan olsun. İmtahanda vaxt qazanmaq istəyirsə, bu tipdə sadə sual düşərsə, bu şəkildə də həll edə bilərsiniz. 17-ci sual maddə kalium xlor OX, adı kalium perxlorat. Uşaqlar, perxloratda 4 dənə oksigen var. Xloriddə oksigen yoxdur. Hipoxloriddə 1 oksigen var, xloriddə 2 oksigen var, xloratda 3 oksigen var, perxloratda isə 4 oksigenimiz var. 18-ci sual yenə bizə maddəni verir və deyir ki, adı kalium xlorat, 3 oksigeni var. 19-cu sual duzları bizə verib natrium florid, yodid və bromid, xlor 2 ilə reaksiyası. Hansı reaksiyalar gedəcək? Uşaqlar, dedik ki, xlor floru çıxışdırıb çıxarda bilməz, çünki ondan zəifdir. Birinci reaksiya getməz. Digər reaksiyalar isə gedəcək. 2-3 cavab B variantı. 20-ci sual. Deyir ki, xlor 2 ilə reaksiyasını deyir. Hansı reaksiyanın getməsi mümkündür? İkinci reaksiyanın getməsi qətiyyən mümkün deyil. Çünki dedik ki, xlor floru duzundan çıxışdırıb çıxarda bilməz. 1-3 cavab C variantı. 21-ci sual. Sənayedə xlor hansı üsulla alınır? Uşaqlar, sənayedə xloru almaq üçün elektrolizdən istifadə edirlər. Bilirik, biz imtahan üçün həm sənayedə, həm laboratoriyada halogenlərin alınması üsullarını dərindən öyrənməliyik ki, imtahanda belə bir sual qarşımıza çıxanda rahatlıqla yaza bilək. Çünki sənaye laboratoriya sualları çox vaxt buraxılır, blok imtahanlarına düşür. Belə ki, uşaqlar, laboratoriyada xloru almaq üçün qüvvətli oksidləşdiricilərə, hidrogen halogenidlərlə təsir etməklə alırlar. Laboratoriyada dedik ki, sənayedə isə elektroliz üsulu ilə alırlar. Laboratoriyada isə qüvvətli oksidləşdiricilərə, hidrogen halogenidlərlə təsir edirlər. 22-ci sual. Xlor sənayedə tətbiq olunmur. Parçaların və kağızların ağrıdılmasına tətbiq olunur, suyun xlorlaşdırılmasına tətbiq olunur. Uşaqlar, xörək duzunun alınması. Xörək duzu əsasən təbiətdə alınır. Yəni, xörək duzu dəniz suyundan alına bilir, təbiətdə duz yataqları və s. var, oradan alınır. 23-cü sual. Xlor hansı maddələrlə reaksiyaya daxil olmur? Uşaqlar, xlor qələvlərlə reaksiyaya daxil oldu, 2 turşu əmələ gətirdi, bayaq dedik. Stiviumla xlor reaksiyaya daxil olur. Özü də adi şəraitdə, hətta bu istisna elementidir ki, elementlərdən biri idi ki, xlorla adi şəraitdə reaksiyaya daxil olurdu. Xlor nə oksigenlə, nə də karbonla reaksiyaya daxil olmur. Ona görə də 3-4 cavab da D variantı. 24-cü sual. 1 mol xlorid turşusunun artıq miqdarda götürülmüş manqan 4 oksid ilə qarşılıqlı təsirlə neçə litr xlor almaq olar? Uşaqlar, gəlin 24-cü sualı yazaq. 1 mol xlorid turşumuz var, H-xlor, manqan 4 oksidlə təsir eləyir. Baxın, hidrogen halogenidlərə qüvvətli oksidləşdiricilərlə təsir edib xlor almaq olur. Reaksiya nəticəsində alınır manqan 2 xlorid, xlor qazı, bir də su. Uşaqlar, gəlin indi reaksiya tənliyini əmsallaşdıraq. 2, 4. Reaksiya tənliyi əmsallaşdır. 1 mol xlorid turşumuz var. Manqan 4 oksid ilə qarşılıqlı təsirindən neçə litr xlor alınır? X litr xlor alınır. Uşaqlar, 4 mol xlorid turşusu manqan 4 oksid ilə reaksiyaya daxil olanda 22,4 litr xlor alınır. X da uyğun olaraq bərabərdir. 22,4 bölünsün 4. 5,6 litr. Cavab da A variantı. 25-ci sual. Kalium xloratın xlorid turşusu ilə reaksiyasından hansı qaz ayrılar? Uşaqlar, kalium xlorat da qüvvətli kalium xlor O3 şəklindədir formulu. Kalium xlor O3 qüvvətli oksidləşdiricidir. Hidrogen halogenidlərlə reaksiyaya daxil olduqda xlor qazını çıxardacaq. Yəni, uyğun halogen qazını çıxardacaq. Yalnızca floru çıxarda bilməz, çünki flor laboratoriyada alınmır. 26-cı sual. Manqan 4 oksidin bayaqki də xlorid turşusu ilə reaksiyasından hansı qaz ayrılar? Xlorid turşusu olduğu üçün xlor qazı ayrılar. Y variantı. Manqan 4 oksid qüvvətli oksidləşdiricidir. Yuxarıda da reaksiyasını yazmışıq. 27-ci sual. Xlor üçün hansı ifadə doğru deyil? Kəskin eyli boğucu qazdır. Doğrudur. Stibiumla adi şəraitdə reaksiyaya daxil olur. Doğrudur. Sənayedə elektrolizdə alınır. Doğrudur. Təbiətdə sərbəst şəkildə yayılmışdır. Uşaqlar, halogenlər təbiətdə sərbəst şəkildə olmur. Ona görə də D variantı doğru deyil. Havadan ağırdır. Doğrudur. Çünki emeri 71 qramdır.
28-ci sual. 2 mol natriumun 1 mol xlorla reaksiyasından maksimum neçə mol natrium xlor alına bilər? Uşaqlar, gəlin reaksiyanı yazaq. 28. Natriumun xlorla reaksiyası. Reaksiya nəticəsində alınır natrium xlor. Reaksiya tənliyini əmsallaşdıraq. Uşaqlar, 2 mol natrium elə normalda 1 mol xlorla reaksiyaya daxil olur. 2 mol natrium xlorid əmələ gətirir. Cavab A variantı. 29-cu sual. 1 mol alüminium 1,5 mol xlorla reaksiyasından, xlor 2 ilə reaksiyasından neçə mol alüminium xlorid alınır? Yəni reaksiya tənliyini yazıb əmsallaşdıraq. 2, 3, 2. Deməli 2 mol alüminium 3 mol xlorla reaksiyaya daxil olur. 1 mol alüminium isə uyğun olaraq 1,5 mol xlorla reaksiyaya daxil olur. Əgər 2 mol alüminium reaksiyaya daxil olsaydı, onda 2 mol alüminium xlor 3 alınacaqdı. 1 mol alüminium reaksiyaya daxil olduğu üçün 1 mol alüminium xlor 3 alınacaq. Cavab da D variantı. 30-cu sual. Hansı birləşmədə xlorun kütlə payı daha çoxdur? Uşaqlar, birləşmələrə diqqətlə baxın. Birləşmədə sadəcə xlorla kaliumların sayı bərabərdir. Tək fərq oksigen atomlarının sayıdır. Qısacası oksigen atomunun sayı çox olanda, onda xlorun kütlə payı getdikcə aşağı düşəcək də. Biz kütlə payını necə tapırdıq uşaqlar? Omega tutaq ki, xlor bərabərdir. Mr xlor həmin birləşmədə olan xlorun kütləsinin ümumi birləşmənin kütləsinə olan nisbətidir. Uşaqlar, birləşmənin kütləsi baxın, oksigen sayı artdıqca artır, amma xlorun kütləsi sabit qalır. Onda oksigen olmayan, yəni C variantı kalium xlor götürərik. Burada xlorun kütlə payı ən yüksəkdir. 31-ci sual. 1 molu 1,5 mol xlorla reaksiyaya daxil olan maddəni göstərin. Əlbəttə uşaqlar, hidrogen, natrium imtahana getdik tutaq ki, bir-bir reaksiyaları yazmağa vaxtımız yoxdur. Nə edəcək? Bir-bir variantlara baxacaq. Hidrogenlə natrium hər ikisi bivalentlidir. Xlorla reaksiyaya daxil olsa, eyni yəni şəkildə mol xlorla reaksiyaya daxil olar. İki cavab doğru ola bilmədiyinə görə A ilə B variantlarını atırıq gedir. Cavab D, C, bir də Y variantımız qaldı. Hamısını bir-bir qoyub da yoxlaya bilərik. İnşallah sadəcə vaxt itirərik. 1 molu 1,5 mol xlorla reaksiyaya daxil olur ki, siz gördüyünüz anda başa düşəcəksiniz ki, bu element alüminiumdur. Çünki 1,5-i 3-ə bölmək, 3-ə deməli ixtisar aparmaq daha asan olur. Gəlin reaksiyanı yazaq. İlk öncə alüminiumu yoxlayın. Əgər alüminium alınmasa, sonra C və Y variantlarını göstərərsiniz, yəni yazarsınız. Alüminiumun xlorla reaksiyası nəticəsində alüminium xlor 3, 2 mol, 3 mol, 2 mol. Baxın, 2 mol alüminium 3 mol xlorla reaksiyaya daxil oldu. Onda 1 mol alüminium da 1,5 mol xlorla reaksiyaya daxil olar. Cavab D variantı. 32-ci sual. Yenə həmçinin 3 valentli metal götürürük. Burada da 3 valentli metal dəmirdir. Çünki dəmir xlorla reaksiyaya daxil olduqda 3 valentlik göstərir. Dəmir bilirik dəyişkən valentlidir, amma xlorla reaksiyasında 3 valentlik göstərir. 33-cü sual. Xlorun dəmirlə və stibiumla reaksiyalarını, deməli X və Y-i müəyyən edin. Uşaqlar, xlor dəmirlə reaksiyaya daxil olduqda bayaq dedim ki, 3 valentlik göstərir. İxtisarlarımızı aparaq. Stibium da xlorla reaksiyaya daxil olduqda 3 valentlik göstərir. Cavab da Y variantı. 34-cü sual. Hansı ifadələr xlor üçün doğrudur? Oksigenlə reaksiyaya daxil olur. Xlor oksigenlə reaksiyaya daxil olunur uşaqlar. Kalium OH-la həm oksidləşir, həm də reduksiya olunur. Bəli uşaqlar, kalium OH-la həm xlor oksidləşir, həm də reduksiya olunur. Gəlin indi bunu izah eləyək. 34-cü sual 2. Niyə belə dedik? Xlorun kalium OH-la reaksiyası uşaqlar temperaturda da ola bilər, temperatursuz da. Gəlin biz temperatursuz yazaq. Kalium hidroksid reaksiya nəticəsində alınır. Kalium xlor, kalium hipoxlorid, bir də su. Xlorun oksidləşmə dərəcəsi reaksiyaya daxil olan xlorun oksidləşmə dərəcəsi nə qədərdir? 0. Reaksiya nəticəsində -1, bir də -1 oksidləşmə dərəcələrinə malik olur. Deməli, xlor 0 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəldikdə elektron aldığı üçün oksidləşdiricidir, yəni reduksiya olunur. Xlor 2 0 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəlir, elektron verdiyi üçün reduksiya edicidir və oksidləşir. Gördün uşaqlar, reduksiya edici maddə oksidləşir, oksidləşdirici maddə isə reduksiya olunur. Bu tərsinədir. Deməli, kalium OH reaksiyasında həm oksidləşdi, həm də reduksiya olundu. 2 doğrudur. Havadan təqribən 2,5 dəfə ağırdır. Uşaqlar, havanın əməri daha doğrusu havanın əməri nə qədər düzdür? 29. Deməli, xlorun əməri nə qədərdir? 71. 71-i 29-a vuranda uşaqlar elə təqribən 2,5-dan yəni nə qədərsə gedir. Ona görə də 3 də doğrudur. 2, 3 cavab B variantı. 35-ci sual. Hansı reaksiyadan bəsit maddə alınır?
Yəni uşaqlar bir-bir reaksiyaları yazaq. A variantında bilirik ki, NO2 turşu oksididir. Su ilə reaksiyaya daxil olduqda temperaturdan asılı olaraq yəni 2 cür maddə verə bilər. Ya HNO3 burada bizə temperatur göstərməyib, buna görə reaksiyanı yəni temperatursuz şəkildə təsəvvür edirik. 35-ci sual. Biri yazaq. Uşaqlar A variantı reaksiyası. NO2-nin su ilə reaksiyası bilirdik ki, istisna reaksiyalardandır. 20 dərəcə Selsi, yəni temperatur olmadıqda reaksiya nəticəsində nitrat turşusu, bir də nitrit turşusu əmələ gəlirdi. Yox, əgər reaksiya temperatur şəraitində gedərsə, bu zaman alınacaq yenə nitrat turşusu, bir də azot monoksid. Davam edirik. A maddə hansı reaksiyadan bəsit maddə alınır? A variantında 2 mürəkkəb maddə alındı. B variantı katalizator iştirakında əgər NH2 oksigenlə reaksiyaya daxil olursa, o zaman NO, azot monoksid, bir də su əmələ gətirir. Katalizatorsuz daxil olanda bəsit maddə, yəni azot qazını əmələ gətirirdi. C variantı kalium xloru 3-ün üzərinə fosfor gəldikdə uşaqlar reaksiya nəticəsində kalium xlor, bir də P2O5 alınır. P2O5-də hər ikisi mürəkkəb maddədir. P2O5-də turşu oksididir. D variantı manqan 4 oksid üzərinə gələn H xlor. Manqan 4 oksid qüvvətli oksidləşdiricidir. Hidrogen halogenlərlə reaksiyaya daxil olduqda manqan xlor 2, xlor qazı, yəni bəsit maddə, bir də su əmələ gətirir. Cavab D variantı. E variantına da baxaq. Kalsiumun qatı sulfat turşusu reaksiyasından kalsium SO4 üzərinə gəlinsin H2S, üzərinə gəlinsin su. Ona görə də cavab D variantı. Bəsit maddə yalnız D variantında əmələ gəldi. 36-cı sual. Xlor üçün hansı ifadə doğru deyil? Xarakterik İyə malik qazdır, doğrudur. Aktivliyinə görə bromdan zəifdir. Bromdan daha güclüdür uşaqlar, zəif deyil. Güclü oksidləşdirici doğrudur. Bərk halda molekulyar kristal qəfəs olan maddədir, doğrudur. Natrium bromla reaksiyaya daxil olur, doğrudur. 37-ci sual. Uşaqlar, mən bütün variantları oxuyuram. Birdən variantlardan birində səhvlik olar, yəni mexaniki səhvlik yol verirlər. Ona görə siz cavabı dəqiq öyrənin. 37-ci sual. Xlor üçün hansı ifadə doğru deyil? Bərk halda atom kristal qəfəsinə malikdir. Xeyr uşaqlar, molekul kristal qəfəsinə malikdir. Molekulyar kristal qəfəsə. Adi şəraitdə sarımtıl yaşıl rəngli qazdır, doğrudur. Kalsium H2 ilə ağarıcı əhəng əmələ gətirir, doğrudur. Hətta kalium OH-la, yəni natrium OH-la Javel suyu əmələ gətirir. D variantı kəskin eli boğucu qazdır, doğrudur. Oksigenlə reaksiya daxil olunur, doğrudur. 38-ci sual. Xlor üçün hansı ifadələr doğru deyil? Kükürt ilə reaksiyaya daxil olmur. Uşaqlar, xlor kükürlə reaksiyaya daxil olur, 2 cür maddə əmələ gətirə bilər. Kükürt üzərinə gəlinsin xlor 2. Reaksiya nəticəsində alına bilər S xlor 2 və yaxud S2 xlor 2. 2 cür reaksiyaya gedir. Davam edirik. Bu doğru deyildir. A variantı 1 elə doğru deyil, çünki kükürlə reaksiyaya daxil olur. Qələvilərlə reaksiyada həm oksidləşdirici, həm də reduksiya edici xassəyə göstərir. doğrudur. Hətta bunu sizə 33 yox, bundan əvvəlki sualda izah elədim. 34-cü sualda izah etmişdim. Metallarla reaksiyada reduksiya olunur. Uşaqlar, gəlin bunu bir yazaq. Yəni tam şəkildə aydın olsun. 3. Metallarla reduksiya. Tutaq ki, natriumu xlorla reaksiyaya salacağam. Reaksiya nəticəsində alınacaq natrium xlor. Reaksiya tərkibini əmsallaşdıraq. 2, 2. Uşaqlar, xlor 0 oksidləşmə dərəcəsindən müsbət mənfi 1 oksidləşmə dərəcəsinə gəlir. Elektron alır. Elektron aldığına görə oksidləşdiricidir, yəni reduksiya olunur. Ona görə də 3 də doğrudur. Yalnız bir cavab Y variantı. 39-cu sual. Xlor üçün hansı ifadələr doğrudur? Stibium ilə adi şəraitdə stibium xlorid əmələ gətirir, doğrudur. Metallarla reaksiyada oksidləşir. Uşaqlar, metallarla reaksiyada reduksiya olunur. Yuxarıda izah elədi. 2 doğru deyil. Havadan ağır qazdır, doğrudur. 1, 3. Cavab da B variantı. 40-cı sual. Hansı reaksiya ilə xloru laboratoriyada alınırlar? Uşaqlar, bu reaksiyaların hamısı xlorun alınması reaksiyalardır. Biz nə demişdik? Hidrogen halogenidlərə qüvvətli oksidləşdiricilərlə təsir etdikdə xloru laboratoriyada almaq mümkündür. Yalnız flor laboratoriyada alınmır. Xlor, brom yodu bu üsulla laboratoriyada almaq mümkün idi. Baxın, A variantı olsun, B variantı, C variantı, D variantı, bütün variantlarda hidrogen halogenidə, yəni H xlora qüvvətli oksidləşdiricilərlə kalium bixromat və yaxud manqan 4 oksid, kalium xlorat, kalium permanganatla təsir edilər və floru laboratoriyada almaq olar. Y variantında bilirik ki, flor heç vaxt laboratoriyada alınmır. Plus da bu üsul florun sənayedə alınmasıdır. Ona görə də cavab Y variantı. 41-ci sual. Hansı reaksiya gedir? Xlor floru sıxışdırıb çıxarda bilməz duzundan. B variantına baxaq. Xlorla oksigen reaksiyaya daxil olmaz. Yodla kükürt reaksiyaya daxil olmur. Xlorla azot reaksiyaya daxil olmur. Cavab Y variantı. 42-ci sual. Reaksiya nəticəsində də bu arada H xlor alınır. Yuxarıdakı reaksiya nəticəsində də H flor, bir də xlor 2 alınır.
42-ci sual. Hansı reaksiya gedir? Xlor floridi turşundan sıxışdırıb çıxarda bilməz. Dəmir xlorla reaksiyaya daxil olacaq və ferium xlor 3 əmələ gətirəcək. Ferium xlor 3. B variantı doğrudur. C variantı xlorla oksigen, azotla xlor, yodla kükürt reaksiyaya daxil olmur. 43-cü sual. Hansı maddə hidrogen, kükürt, mislə reaksiyaya daxil olur? Uşaqlar, su pasiv metallarla reaksiyaya daxil olmur. A variantı getdi. Yod kükürtlə reaksiyaya daxil olmur. B variantı getdi. Alüminium hidrogenlə birbaşa reaksiyaya daxil olmur. C variantı getdi. Xlor hər biri ilə hər üçü ilə reaksiyaya daxil olur. Kalsium da hidrogenlə kükürtlə reaksiyaya daxil olur, amma mislə reaksiyaya daxil olmur. Y variantı da getdi. İndi gəlin xlorun həm hidrogen, həm kükürt, həm də mislə reaksiyalarını yazaq. 43-cü sual. Xlor 2 üzərinə gəlinsin hidrogen. Reaksiya nəticəsində bilirik ki, H xlor alınır. Sonra kükürdün xlor 2 ilə reaksiyası nəticəsində 2 cür məhsul alına bilər. C xlor 2, S xlor 2 və yaxud S2 xlor 2. Sonra bizə nə dedi? Misin xlorla reaksiyası, mislərinə gəlinsə xlor 2, reaksiya nəticəsində alınır mis 2 xlorid. 44-cü sual. Hansı maddə hidrogen, natrium hidroksid və natrium bromidlə reaksiyaya daxil olur? Sinklə uşaqlar, natrium, bromid, sinklə reaksiyaya daxil olmayacaq. Səbəbi də sink bromu sıxışdırıb çıxarda bilməz. Çünki sink bromdan zəifdir. Yod da həmçinin natrium bromidlə reaksiyaya daxil olmaz. Yod bromu sıxışdırıb çıxarda bilməz. Oksigen natrium hidroksidlə reaksiyaya daxil olmaz. Dəmir də həmçinin natrium bromidlə reaksiyaya daxil olmaz. Onu sıxışdırıb çıxarda bilməz. Natrium oradan. D variantı doğru deyil. Xlor həm hidrogenlə bayaq reaksiyasını yazdıq. Natrium hidroksidlə bilirik ki, 2 turşu bir də su əmələ gətirəcək, onu da bilirik. Son olaraq natrium bromidlə də reaksiyaya daxil olub, bromu sıxışdırıb çıxardacaq. Cavab Y variantı. 45-ci sual. Hansı reaksiyadan xlor alınır? Uşaqlar, kalsium 2 oksidin H xlorla reaksiya nəticəsində duz alınır. Bilirik ki, əsasi oksidin turşularla reaksiyası nəticəsində normal duz, bir də su alınır. Kalsium xlor 2, bir də su. B variantı. Baxın, manqan 4 oksid qüvvətli oksid. Xlor alınmır. Bir dəqiqə, xlor alınmır. Elə A variantıdır. Mən xlor alınır deyə oxudum. Xlor alınmır. Bəli, A variantında xlor alınmır. B variantı, C variantı, D variantı, Y variantı hidrogen halogenidlərə qüvvətli oksidləşdiricilərlə təsir olunur və nəticədə xlor qazı alınacaq. 46-cı sual. 3,36 litr xlorla neçə mol alüminium reaksiyaya daxil olur? Gəlin uşaqlar, 46-cı sualı yazaq. Alüminiumun xlorla reaksiyası nəticəsində alüminium xlorid əmələ gəlir. Reaksiya tənliyini əmsallaşdıraq. Deməli uşaqlar, 3,36 litr xlorla neçə mol alüminium reaksiyaya daxil olur? Bilmirik. X mol alüminium reaksiyaya daxil olsun. Normalda 2 mol alüminiumla isə 3 vurulsun. 22,4 litr xlor reaksiyaya daxil olur. İxtisarlarımızı aparaq. 1,12 litr. 1,12 litrdə 22,4 litrlik ixtisar gedir. 20 dəfə. 2-lər də ixtisar getdi. 10x bərabərdir 1. X də bərabərdir 0,1. Cavab da C variantı. Keçdi 47-ci suala. 5,6 litr xlorla neçə mol maqnezium reaksiyaya daxil olur? Uşaqlar, gəlin reaksiyanı yazaq. 47. Xlorla maqnezium. Maqneziumun üzərinə xlor gəldikdə reaksiya nəticəsində alınacaq. Maqnezium, xlor 2. 5,6 litr xlorla neçə mol maqnezium? X mol maqnezium. 22,4 litr xlorla isə 1 mol maqnezium reaksiyaya daxil olur. 5,6 ilə 22,4 litr ixtisar gedir 4 dəfə. X də bərabərdir 0,25. Cavab da A variantı. 48-ci sual. Hansı reaksiya getmir? Xlorla qələbələrin reaksiya nəticəsində dedim 2 turşu alınır. Bir də su alınır. Temperatursuz getdiyi üçün xlorid və hipoxlorid turşuları alınacaq. Həmçinin B variantı da o şəkildə. C variantının reaksiyası getmir, çünki xlor floru sıxışdırıb çıxarda bilməz duzundan. D variantı nəticəsində stibium xlor 3 alınır. Y variantı nəticəsində də ferium xlor 3 alınır. 49-cu sual. Hansı reaksiya getmir? Natrium xlorla reaksiyası nəticəsində natrium xlorid alınır. Xlorla suyun reaksiyası nəticəsində 2 turşu alınır. Temperatursuz olduğu üçün H xlor, bir də H xlor o alınacaq. C variantı xlor kükürdlə 2 cür reaksiya daxil olur. S xlor 2 və yaxud S2 xlor 2 əmələ gətirir. C variantı da getdi. D variantı dəmir xlorla reaksiya daxil olanda ferium xlor 3 əmələ gətirir. Azot, xlor və bromla reaksiya daxil olmur. Ona görə də Y variantı. 50-ci sual. X hansı maddə ilə reaksiya daxil olmur? Uşaqlar, baxın, hidrogen halogenidlərə qüvvətli oksidləşdirici ilə təsir elədi və reaksiya nəticəsində xlor qazı çıxacaq. Xlor qazı kalium OH-la reaksiyaya daxil olur. X-i müəyyən elədik, xlor 2. Xlor qazı kalium OH-la reaksiyaya daxil olacaq. Kalium xlorid, temperatursuz daxil olsa hipoxlorid, temperaturla daxil olsa xlorat duzu, kalium xlorat, bir də su əmələ gətirəcək. Bromu sıxışdırıb çıxarda bilər. Fosforla reaksiyaya daxil olur. P xlor 3 və yaxud P xlor 5 əmələ gətirir.
Oksigenlə qətiyyən reaksiyaya daxil olunur, kükürlə də 2 cür maddə əmələ gətirir. 51-ci sual. X hansı maddə ilə reaksiyaya daxil olunur? Yenə baxın, hidrogen halogenidlərə qüvvətli oksidləşdiricilərlə təsir ediblər. Yəni X bərabərdir xlor qazı. Xlor qazı bilirik ki, hidrogenlə reaksiyaya daxil olur, qələbi ilə daxil olur, dəmirlə, stibiumla adi şəraitdə, azotla qətiyyən reaksiyaya daxil olunur. Keçdik 52-ci suala. Xlor qazı kükürlə, hidrogenlə, bir də kalsiumla birləşmə reaksiyasıdır. Kalsiumla birləşmə reaksiyası uşaqlar kalsium xlor-2 əmələ gətirir. Hidrogenlə də həmçinin H-xlor əmələ gəlir. Kükürlə də reaksiyada S-xlor-2 və yaxud S2 xlor-2 əmələ gətirir. Birləşmə reaksiyası da hər üçü birləşmə reaksiyasıdır. Xlor reduksiya edicidir, xlor oksidləşdiricidir. Uşaqlar baxın. Xlor 0 oksidləşmə dərəcəsi göstərir. 0 oksidləşmə dərəcəsindən gəlir -1. Kükürlə isə reaksiyada xlor kükürdən daha qüvvətli olduğu üçün yenə -1 oksidləşmə dərəcəsi göstərir. Xlor hər bir maddədə 0 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəlir. Elektron alır, yəni oksidləşdiricidir. Ona görə də 3. 1, 3 cavab da B variantı. 53-cü sual. Hansı reaksiyalar üçün nə ümumidir? Fosforun xlorla reaksiyası nəticəsində P-xlor 3, P-xlor 5 də əmələ gələ bilər. Gəlin yazaq P-xlor 3. Dəmirlə reaksiyasından ferium xlor 3, stibiumla reaksiyasındansa adi şəraitdə gedir, stibium xlor 3 əmələ gəlir. Deməli, xlor 0 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəlir bütün maddələrdə. Davam edirik. Reaksiyalar üçün nə ümumidir? Xlor reduksiya edici deyil, oksidləşdiricidir. 2 doğrudur. Birləşmə reaksiyası 3 doğrudur. 2-3 cavab A variantı. 54-cü sual. 300 qram 36,5% xlorid turşusu artıq miqdarda manqan 4 oksid ilə reaksiya qarşılıqlı təsirindən alınan xlor qazı ilə neçə qram dəmir reaksiyaya daxil olur? Gəlin yazaq uşaqlar. 54-cü sual. 300 qram 36,5% xlorid turşusu. Bölünsün 100. İlk öncə kütləni müəyyən eləyək. 3 vurulsun 36,5 qram H-xlorumuz var. Artıq miqdarda manqan 4 oksidlə reaksiyaya girir. Gəlin H-xlorun manqan 4 oksidlə reaksiyasını yazaq. Manqan 4 oksid reaksiya nəticəsində alınır. Uşaqlar vurmanı aparmıram, vurma əməliyyatını. Çünki axırda ixtisarlar aparanda bizə lazım olacaq. Yəni vurub vaxt itirməyə, elə olduğu kimi saxlayaq. Reaksiya nəticəsində alınacaq manqan xlor 2, xlor qazı, bir də su. Reaksiya tənliyini gəlin misallaşdıraq. 2-ni yazırıq suyun qarşısına, 4-ü də yazırıq H-xlorun qarşısına, reaksiya tənliyi əmsallaşdır. Uşaqlar 4 vurulsun 36,5 qram H-xlor ilə reaksiyanın neçə litr təsirindən alınan xlor qazı. Neçə mol xlor qazı alınır? 1 mol xlor qazı alınır. Bizə isə 3 vurulsun 36,5 qram H-xlor verir və neçə mol xlor qazı alındığını müəyyən eləyək. X mol 36,5-lər ixtisar gedir. 4x bərabərdir 3, x də bərabərdir 4-də 3 mol. Əlbəttə 0,175 moldur. Birazdan hesablama aparacaq. Qoy belə saxlayaq. 4-də 3 mol. Sonra deyir ki, alınan xlor qazı ilə neçə qram dəmir reaksiyaya daxil olar? Gəlin ikinci mərhələsini yazaq bu sualın. Alınan bu xlorun dəmirlə reaksiyasını yazaq. Ferium reaksiya nəticəsində alınacaq. Ferium xlor 3. Reaksiya tənliyini əmsallaşdıraq. 3, 2. Deməli 3 mol xlorla neçə qram dəmir reaksiyaya daxil olur? 2 vurulsun 56 qram dəmir reaksiyaya daxil olur. Bizdə neçə mol xlor var? 4-də 3 mol xlor var. 4-də 3 mol xlorla da y qram dəmir reaksiyaya daxil olur. Y də bərabərdir. 3-lər ixtisar gedir. 4-də 1 ilə deməli 3-lər ixtisar getdir. 4-də 1 vurulsun, 2 vurulsun 56. İxtisarlarımızı aparaq 2 dəfə. 2-yə getdi 28. Deməli 28 qram dəmir reaksiyaya daxil olar. Cavab da B variantı. 55-ci sual. Tərkibində sinkin kütlə payı 25% olan mis və sinkdən ibarət qarışığın üzərinə artıq miqdarda xlorid turşusu əlavə edildikdə gəlin yazaq. 55. Mis və sinkdən ibarət bir qarışıq var. 25%, bu qarışığın 25% sinkdir. 25% sinkdir. 75% də uyğun olaraq misdir. Qarışığın üzərinə artıq miqdarda xlorid turşusu əlavə edildikdə gəlin qarışığın üzərinə xlorid turşusu əlavə edilir. Reaksiya nəticəsində alınacaq sink
xlor 2 üzərinə gəlinsin hidrogen 2 mol reaksiyanı əmsallaşdırdıq. Misin üzərinə xlor turşusu gəldikdə H xlor reaksiya getməyəcək. Çünki mis hidrogendən sonra yerləşən element metaldır. Hidrogeni sıxışdırıb çıxarda bilməz. Əlavə edikdə 0,2 mol hidrogen alınmışdır. 0,2 mol hidrogen alınıbsa, deməli 0,2 molda sink reaksiyaya daxil olar. Çünki bilirik ki, mis hidrogen, yəni H xlorla reaksiya daxil olmadı, hidrogen qazı çıxartmadı. Deməli 0,2 mol sinkin kütləsi nə qədərdir? 1 mol sinkin kütləsi bizə aşağıda verib 65 qram. 0,2 mol sinkin kütləsi də uyğun olaraq bərabərdir A qram. A da bərabərdir 65 vurulsun 5-də 1, uyğun olaraq 13 qram. Deməli, birləşmədə 13 qram sink var. Neçə qram mis olduğunu müəyyən eləyib. Bizə ilkin qarışığın kütləsini 0,2 mol hidrogen alınmışsa ilkin qarışığın kütləsini hesablayın. Uşaqlar 25% ilkin qarışıqda sink vardır. Düzdür, 25% 13 qramdırsa 100% neçə qram olar? 100% neçə qram olar? B qram olsun. İxtisarlarımızı aparaq 4 dəfə. B də uyğun olaraq bərabərdir. 42, istəyirəm 52. Cavab da B variantı. 56-cı sual. Deyir, hansı mərhələdə Javel suyu alınır? Kalium OH-ın xlorla reaksiyası. Bu reaksiya nəticəsində kalium xlor 3 alınır. Javel suyunun alınması reaksiyası deyil. Javel suyu alınanda hidroksid, yəni xlorla reaksiyaya daxil olur. Temperatursuz. Baxın, burada temperatur var. Ona görə də Javel suyu alınmır. Davam edirik. 2, deməli bu reaksiya gedəcək. Javel suyunun alınma reaksiyası deyil. 3-ə baxın, Javel suyunun alınma reaksiyası. Xlorun hidroksidlə reaksiyası nəticəsində, kalium hidroksidlə reaksiyası nəticəsində kalium xlor O əmələ gəlir və bu da Javel suyu adlanır. 3, cavab da Y variantı. Digər mərhələlərdə də reaksiyalar doğrudur, amma Javel suyunun alınması reaksiyası deyil. 57-ci sual. Deyir ki, hansı mərhələ doğru deyil? Manqan 4-oxidaj xlorla reaksiyası qüvvətli oksidləşdiricilərə hidrogen halogenlərlə təsir edəndə xlor qazı çıxır. 1 doğrudur. Xlorun mislə reaksiyası nəticəsində mis xlor 2 əmələ gəlir. 2 doğrudur. Davam edirik. Mis xlor 2-nin qurğuşun 2 nitratla reaksiyası nəticəsində nitrat turşusu xlorid turşusundan eyni qüvvətliyə sahibdir. Əgər çöküntü alınırsa bu reaksiya gedəcək. Mis nitrat çöküntü deyil. Qurğuşun 2 xlorid çöküntüdür. Yəni 3-cü reaksiya da doğrudur. Qurğuşun 2 xlorid çöküntüdür və nitrat turşusuna reaksiyaya daxil olur. Uşaqlar, çöküntülər turşularla reaksiyaya daxil olmur. Ona görə də 4 doğru deyil. Cavab A variantı. 5-ə də baxaq. H xlorun kalsiumla reaksiyasından kalsium hidrogendən əvvəl yerləşən metaldır Beketov sırasında. Ona görə də hidrogeni sıxışdırıb çıxardacaq. 58-ci sual. Hansı reaksiyada xlor həm oksidləşdirici, həm də reduksiya edicidir? Uşaqlar, baxın C variantı. Bayaq sizə bunu izah eləmişdim. Dedim ki, qələvilərlə xlorun reaksiyası nəticəsində xlor həm oksidləşdiricidir, həm də reduksiya edici. A variantına baxaq. Bromu sıxışdırıb çıxaracaq. Kalsium bromid üzərinə gəlinsin. Xlor 2 alınacaq. Üzrəm, kalsium xlor 2 üzərinə gəlinsin, bromid alınacaq. Xlor burada 0 oksidləşmə dərəcəsində -1 oksidləşmə dərəcəsinə gəlib. Elektron aldığı üçün oksidləşdiricidir, reduksiya edici deyil. Həmçinin kalium xloridlə reaksiyasında 0 oksidləşmə dərəcəsində -1 oksidləşmə dərəcəsinə gəlib. Burada da oksidləşdiricidir. D variantında kalium xlor üzərinə gəlinsin, oksigen alınır. Oksigen alınması reaksiyasıdır. Berthollet uzunun parçalanması. Yenə xlor burada deməli neçə oksidləşmə dərəcəsində? Müsbət 5 oksidləşmə dərəcəsindən -1 oksidləşmə dərəcəsinə gəlib. Elektron aldığına görə oksidləşdiricidir. Y variantına da uyğun olaraq kalium xlor üzərinə gəlinsin, P2O5 əmələ gəlir. Yenə həmçinin xlor müsbət 5 oksidləşmə dərəcəsində -1 oksidləşmə dərəcəsinə gəlir. Elektron aldığı üçün oksidləşdiricidir. 59-cu sual. Hansı reaksiyada xlor həm oksidləşdirici, həm də reduksiya edicidir? Qələvilərin xlorla reaksiyası nəticəsində cavab D variantı. Digər reaksiyalarda uşaqlar yuxarıdakı kimi izah eləmişdim. Yəni burada xlor oksidləşdirici olmur, reduksiya edici olmur, oksidləşdirici olur. 60-cı sual. Hansı sıradakı maddələr xlorla reaksiyaya daxil olur? Mis xlorla reaksiyaya daxil olur, oksigen daxil olur, oksigen daxil olmur. A variantı doğru deyil. Hidrogen, fosfor, oksigen xlorla reaksiyaya daxil olmur. B variantı doğru deyil. Daha sonra azot xlorla reaksiyaya daxil olmur. C variantı doğru deyil. D variantında bütün maddələr xlorla reaksiyaya daxil olur. Dəmir xlorla reaksiyaya daxil olacaq. Ferium 3 xlorid əmələ gətirəcək. Natrium hidroksid xlorla reaksiyaya daxil olaraq temperatur və temperatursuzda 2 cür turşu əmələ gətirəcək. Natrium yodid də xlorla reaksiyaya daxil olub. Natrium xlor bir də yod əmələ gətirəcək. Yodu sıxışdırıb çıxardacaq. Y variantında da bildik ki, azot xlorla reaksiyaya daxil olmur. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə halogen və xlor bölməsindəki xlor alınması xassələri mövzusunda 1-dən 60-a qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın, Allaha əmanət olun, sağ olun.